Bir nəfər gedir bazardan cücə alır, gətirir, saxlayır. O cücə ölməsin deyənə hər yerdən gedir məlumat əldə eləyir, ta ki bunun cücəsi sağlam böyüsün. Amma insan olacaq, gələcəkdə böyük bir şəxsiyyət olacaq bir varlıq haqqında heç nə öyrənmək istəmir, təəssüflər olsun. Uşaq çox mürəkkəb yönlərə malik ruhu olan bir nədir? İnsandır. Bu mürəkkəb yönləri tanımaq lazımdır. Bilgisizlik çox böyük problemdir ki, ona görə valideynlər gərək özlərini bilgiləndirsinlər. Bilgilənmək necə olur? Yaxşı kitablar oxumaq və təlim-tərbiyə sahəsində, uşaqlar mövzusunda, şəxsiyyətlər mövzusunda danışan insanları dinləmək lazımdır. Bax, biz Hardan Tabaq Doğru kitabı, məsələn, birini mən sizə tövsiyə elədim. Çıxış eləyəni hardan tabaq doğru? Allah istəyən, Quranda belə bir ayə var ki, hər kəs bizim yolumuza hidayət olmaq istəsə, biz onu hidayət eləyərik. Hər kəs istəsə həqiqətən övladını yaxşı tərbiyə eləsin, əlini açsın Allahın dərgahına ki, ilahi, mənə kömək ol. Allah da kömək olar, yaxşı kitab tapar, yaxşı söhbət eləyən tapar və bunlar tapdıqdan da sonra insan gəl onların qədrini bilsin. Allah kömək olar.